Herkese selamlar, əziz və hörmətli dostlar, değerli həmkarlar. Bu videonu tabii ki keyfiyyət mütəxəssislərinə ünvanlamaq istəyirəm. Özellikle yeni başlayan mütəxəssislərimiz için. Adım Zahid Sultanovdur. 20 ildən artıqdır ki keyfiyyət sahəsində fəaliyyət göstərirəm. Və təbii olaraq danışacağımız mövzu keyfiyyətdir, keyfiyyətin idarə edilməsidir və hamımızın bildiyi 9001 standartı. Onu qeyd etmək lazımdır ki, 9001 standartı, idarə etmə standartı olaraq bütün idarə etmə standartlarının təməlidir. Plan, Do, Check, Act prinsipi bütün idarə etmə standartlarında mövcuddur və 9001 standartı üzərində qurulmuşdur. Əgər biz 14001, 45001 və yaxud hər hansı bir başqa standarta baxsaq, bu enerji idarə etməsi olsun və yaxud başqa sahələrin idarə etməsi olsun, laborator və s. və lakin. Bütün bu idarə etmə standartlarının təməl prinsipi olaraq 9001 idarə etmə prinsipi görəcəyik, Plan, Do, Check, Act prinsipinin mövcudluğunu görəcəyik. Burada biz qeyd etməliyik ki, keyfiyyət idarə etməsi ümumiyyətlə iki hissəyə bölünür. Əsas olaraq keyfiyyətə nəzarət, keyfiyyət təminatı, Quality Assurance və Quality Control olaraq bildiyimiz kimi. Quality Control sahəsində kifayət qədər dünyada və Azərbaycanda da eynilə mütəxəssislərimiz var. Bu məhsula yönəlik bir nəzarət kontrolu təşkil edir. Quality Assurance olaraq keyfiyyət təminatı hissəsi isə iki hissəyə bölünür. Conformance və Compliance olaraq bildiyimiz. Conformance bu məhsula və xidmətə yönəlik müştəri tələbidir. Bu tələb dəyişkən ola bilər, dəyişdirilə bilər, razılıq əsasında təbii ki dəyişə bilər. Compliance hissəsi isə qanunla müəyyən edilmiş minimal tələbdir ki, bu dəyişkən deyil, dəyişdirmək mümkün deyil. Bugünkü videomu özəlliklə compliance hissəsinə həsr etmək istəyirəm. Çünki Azərbaycanda da, dünyada da bu sahədə kifayət qədər inkişaf etmiş və bilik sahibi olan insanlar vardır. Amma qeyd etmək lazımdır ki, compliance hissəsi yetərincə nəzər salınmayıb və bu sahədə bilik əksiklikləri var və biz işlədikcə də görürük ki, bu sahədə kifayət qədər boşluqlar var. Ona görə yeni başlayan mütəxəssislərimizə bu sahədə tövsiyə etmək istədim. Compliance hissəsi dəyişmir, dəyişə bilməz. Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.